Salam əziz dostlar, xoş gördük hər birinizi. Biz hal-hazırda Nəsimi rayon ərazisindəyik və 9-cu mikrorayon dairəsinə yaxın olan bu binaların həyətində bax belə bir yaşıllıqlar içərisindən sizə yayımımızı təqdim edirik. Bir müddət öncə bu ərazidə güya tikinti aparılması ilə bağlı, qanunsuz tikinti başladılması ilə bağlı bəzi media subyektlərində məlumatlar yayıldı və burada bəzi vətəndaşlar, sakinlərin müsahibəsi təqdim edildi. Amma göründüyü kimi heç də həmin o işlər, o görülən o qazıntı işləri heç də burada tikinti aparmaq məqsədi ilə deyil, məhz insanların asudə vaxtının səmərəli təşkili üçün bax belə bir yaşıllıq ərazinin yaradılması məqsədi daşıyırmış ki, bundan da bəzi media nümayəndələri istifadə edərək güya ki, burada qanunsuz tikinti tikilirmiş kimi dezinformasiyalar yayırdılar. Və görmüş olduğunuz kimi burada yeni skamyalar quraşdırılıb ərazidə. Və bu da qarşıdan gələn yay fəslində insanların rahat istirahəti üçün şəraitin yaradılması deməkdir. Ümumiyyətlə, Nəsimi rayonu ərazisində artıq bir müddətdir ki, belə yaşıllıq zolağının salınmasının biz şahidi oluruq. Buna görə də biz hal-hazırda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini əvəz edən Ramiz Quliyev cənablarına dərin təşəkkür bildiririk və ümidvarıq ki, belə abadlaşma işləri silsilə olacaq.